Qədərxan bayramı gəlir. Böyük hadisədir. Mən başa düşürəm indi bölgü var, kimi deyir imamdır, kimi deyir dost deyib. Olsun, dost azdır. Belə fikirləşirsə dost azdır. Keçirin də. İndi biz inşallah Allah ömür versin. Qüsulu, məsələn, namazı buradan olmasın. Bir dost kimi yad eləyin. Allahın dostu kimi. Olmadı xəlifə, oldu da Əmirül-Möminindir. Kim üçün belə deyir ki, oydu, kimi deyir dördüncüdür, fərqi nədir? Ləfətə illə əli ilə səhfə illə zülfüqar. Peyğəmbər s.ə.v deməmişdi. Demişdi. Qeyd eləmək lazımdır. Hamısı Əhlüsünnə qardaşlar, Şiə, biz Şiələr, Əhlüsünnə qardaşlar, onların o cümlədən, həmən zümrədən. Elə Sələfi qardaşlarımız nə olacaq?